اللهم إني أسألك الثبات في الأمر والعزيمة على الرشد، وأسألك موجبات رحمتك وعزائم مغفرتك، وأسألك شكر نعمتك وحسن عبادتك، وأسألك قلبا سليما ولسانا صادقا، وأسألك من خير ما تعلم، وأعوذ بك من شر ما تعلم، وأستغفرك لما تعلم، إنك أنت علام الغيوب. İmam Albani'nin sahihləşdirdiyi bir hədisdə, Sahih Cami'də Peyğəmbər sallallahu aleyhi ve sellem Şəddad ibn Avs'a deyir ki, ya Şəddad ibn Avs, deyir, ey Şəddad ibn Avs, İzə rəəytən nəsi knənəzu əz-zəhəbə vəl-fidda fəktəniz həzihil kəlimət. Deyir ki, görsən ki, insanlar qızıl gümüş toplayır, sən deyir, bu kəlmələri topla. Sən bu kəlmələri topla və ona duanı öyrədir. O duadır ki, Allahümme inni əsəlükə səbətə fil əmr vəl-əzimətə alə-rüşd və əsəlükə mucibəti rəhmətik və əzaimə məğfirətik və əsəlükə şükrə ni'mətik və hüsnə ibadətik və əsəlükə qalbən səlimən və lisanən sadiqən və əsəlükə min xeyri mə tə'ləm və əudu bikə min şərri mə tə'ləm və estəğfirukə limə tə'ləm innəkə əntə allamul ğuyub. Belə bir duadır. Bu dua özündə böyük bir xeyirləri əhatə edir. Böyük xeyirləri. Bu duanın içində dünyanın və axirətin olmadığı xeyirlər yoxdur. Elə bir nədir? Duadır. Və bax, nə deyir Peyğəmbər sallallahu aleyhi və səlləm? Deyir ki, Allahümme inni əsəlükə səbət fil əmr. Allahım səndən işdə sabit olmağı istəyirəm. Yəni, axirət işində, əsas da dini işdə. Dini işdə. Burada əl-əmr ümumidir. Hətta dünya və axirət işi də gəlir. Necə ki, Allah Azze və Cəllə deyir ki, وَاِذَا جَاءَهُمْ أَمْرٌ مِنَ الْأَمْنِ اَوْ الْخَوْفِ اَذَاءُ بِهِ. Onlara bir xəbər gələrsə, istəyir dünya xəbəri, istəyir axirət xəbəri. Və həmçinin Allah Azze və Cəllə deyir ki, bu iş xəbər gələrsə onlara, onlar yayardılar وَلَوْ رَدُّهُ إِلَى رَسُولِ وَإِلَى أُولِي الْأَمْرِ مِنْهُمْ لَعَلَّمَهُ الَّذِينَ يَسْتَنْبِطُونَهُ مِنْهُمْ وَلَوْلَا فَضْلُ اللّٰهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ لَاتَّبَعْتُمُ الشَّيْطَانَ إِلَّا قَلِيلًا. Deyir ki, onlar yayardılar o xəbəri, əmr, iş gələrdi. Lakin onu Allah Rasuluna və özlərinə olan əmr sahiblərinə, görürsünüz nə deyir? Əmr sahibi, əmr ümumidir. Əmr sahibləri iki növdür. Alimlər deyir ki, dünyavi əmr sahibləri, dini əmr sahibləri. Dünyavi əmr sahibləri kimlərdir? Əmirlər, hakimlər, prezidentlər. Yəni, dünyavi bir işi olanda onlara qaytarmaq lazımdır. Qoyular o hükmü etsinlər. Yəni, görürsən, çoxu insanlar danışırlar, ay siyasət belə gəldi, ay filan kəs belə getdi, o bu kəs belə getdi. Sanki hamı siyasətdə alimdir. Və sanki hamı özünü bəsirət əhli bilir bu işdə. Vallahi bu işi oxuyub 20-30 il, 40 illərini bu işə sərf edən insanlar var, yüzlərlə xatalar edirlər bu məsələdə. Ona görə indi sən nə oxumusan bu işdə? Nəyə görə bu işdən danışırsan? Və insan görürsən ki, öz yükünü artırır danışmaqla. Və həmçinin, ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem Allahümme inni əsəlükə səbət fil əmr. Allahım səndən əmirdə, işdə sabit olmaq istəyirəm. Əsas da axirətdir. Və həmçinin deyir, dini işlərdə kimə qayıdır? Alimlərə. Çünki dini işlərə hökm edən alimlərdir. Yəni onlar əgər dini iş, dünyavi iş gələndə hakimlərə qaytarsaydılar, dini iş gələndə alimlərə, elm əhlinə qaytarsaydılar, yəni onlar da istinbat edərdilər, onlara hökmləri çatdırardılar ki, yəni bunun altında nə yatır? Bu şübhədir, yoxsa şübhə deyil. Bəzən insanlar var, elə bilir ki, dini əməl edir, amma şübhəyə əməl edir. Dinin əksinə əməl edir. Gərək qaytarsın elm əhlinə. Və çox qəribəsi də odur ki, günümüzdə ən çox zəifləyən şeylərdən biridir, elm əhlinə sualın zəifləməsidir. Hansı ki, Allah Azze və Cəllə ayələr nazil edib. Fəsəl bihi xabira, fəsəlu əhlə zikrin kuntum la ta'lamun. Sən deyir, biləndən soruş, həmçinin bilmədiyinizi elm əhlinə, zikr əhlindən soruşun. Yəni, insanlar ya alimdir, ya qeyri-alimdir, ya soruşansan, ya bilənsən. Yəni, əgər bilənsənsə, onda sən mütləq şəri elm oxumalısan, şəri elm öyrənməlisən, şəri elminin usulları var, qavaidləri var, elmləri var, fununları var, fənləri var. Yəni, əgər onları bilirsənsə, danış, əlhamdülillah. Yox, bilmirsənsə, soruş. İnsan gərək rəy əhli olmasın.
rəy verən olmasın. Çünki bu rəylər hamısı yazılır vallahi. Boş-boşuna deyil. Və qiyamət günü hamısı soruşulacaq. Hamısı. Yəni insan Allahdan qorxursa gərək qiyamət günündən qorxsun. Ona görə çoxu ayətlərdə gəlir ki, "Fəmən kənə yu'minu billahi vel yevmil axir." Həm hədislərdə, həm ayətlərdə gəlir. "O men yekfur billahi ve melaiketihi ve kutubihi ve rusulihi ve yevmil axir faqad dalla dalalan ba'ida." Əgər kim Allaha, Rasuluna, Allaha, mələklərinə, kitablarına, rasullarına, axirət gününə küfür edərsə, deyir, o uzaq bir zəlalətdədir. Və belə ayətlər çoxdur. Yəni Allahla axirət gününü bir yerdə gətirən. "Leysəl birra en tuvallu vucuhakum qiblal məşriq vel məğrib." Üzünüzü məğribə, məşriqə tərəf tutmaq deyir, xeyirxahlıq deyil. "Velakinnel birra men amene billah vel yevmil axir." Lakin deyir, əsl xeyirxahlıq Allaha və axirət gününə iman gətirməkdir. Nəyə görə Allaha və axirət günü? Çünki əgər sən Allahdan qorxursansa, qiyamət günündə sual-cavabı hazırla. Ona görə Allahümme innək əsəlükə səbət fil amr. Bax, nə qədər danışsaq, bunun təfsiri qutarmaz. Bu cümlənin. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, "U'titu xamsən ləm yu'tahunnə əhədəm minəl ənbiyyə min qabli." Mənə deyir, 5 şey verildi, hansı ki məndən öncə 5 bir Peyğəmbərlə verilməmişdi. Onlara bir nədir? "U'titu cəvami'əl kəlimə." Mən bir söz demişəm, amma o sözün altında böyük mənalar var. Bir cümləsində belki kitab yazmaq olar. Allah Resulü sallallahu aleyhi ve sellem. Ona görə insan daima hidayət istəməlidir. Hətta insanın geriyə getməsinin səbəbi nədir? İnsanın Allahdan sabitçiliyi istəməməsidir. Ona görə Ümmü Sələmədən radiyallahu anhdan soruşurlar ki, "Mə əksəru duan Nəbi sallallahu aleyhi ve sellem." Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem ən çox duası hansıdır? Deyir ki, "Əksərə maqal, ya muqallibəl qulub, səbbit qalbi alə dinik." Ən çox bu duanı edir. "Allahümme ya muqallibəl qulub, səbbit qalbi alə." Allahım qəlbləri çevirin, Allah, Rəbbim qəlbimi dinin üzərinə sabit edir. Yəni, həmişə Allahdan sabitçilik, salamatçılıq istəmək lazım. Həmişə. Yəni, bu daim olmaz. Əgər o olmasa, biz geriyə gələcəyik. Çünki insan sabitçilik istəmir. Sabitçilik istəmək həm sabit olmağa, həm də irəliyə getməyi istəməkdir. "İhdina sıratal müstəqim." Yəni, doğru yol. Doğru yol nədir? Sahabələrin, tabinlərin, mun'am aleyhimin yoludur. Bu ayədə, bu hədis də sən öyrədir ki, "Allahümme nəsəlik səbətə fil amr." Bir bax, insanlar qızıl gümüş toplayan görsən, sən bunu topla, deyir. Subhanallah. Gör, nə qədər xeyir var burada. Və nə qədər fitnələrlə rastlaşırıq. Allah bizi sabit etsin. O fitnələrdə sabit qalmağın səbəblərindən biri "Allahümme nəsəlikə səbətə fil amr vəl əzimətə alə rüşd." Və sonra ki, "Vəl əzimətə alə rüşd." Səndən əzimət istəyirəm rüşdda. Rüşd yəni, əzimət odur ki, insanın bir işə qəti qərar verməsi və yaxud da bir iş üçün, bir əməl üçün qəti hazırlaşması. Çox önəmli bir mövzudur bu, diqqətli olmaq lazım. Çoxu vaxtı görürsən ki, insan istəyir gecə namaz qılsın, misal üçün, müvəffəq ola bilmir. İstəyir ki, misal üçün, filan əməl etsin, müvəffəq, elm öyrənsin, müvəffəq ola bilmir. Səbəb nədir? Azimənin olmaması. Bu da öyrədir bizə. Əzimkarlıq. Əzimkarlığın olması. Azimə odur. Azimə sözü geniş sözdür. Necə geniş? Birincisi qəti qərar. "Və izə əzəmtə fətəvəkkəl aləllah. Və şəbirhum fil amr." Allah Azze ve Celle deyir ki, onlarla işdə müşavirət elə, bir iş görməksin. "Fə izə əzəmt", qəti qərara gəldikdə fətəvəkkəl aləllah. Allaha təvəkkül et. Əzəmt, yəni qəti qərar versən. Həmçinin əzimkarlıq nədir? Hazırlaşmaqdır. Deyir ki, Bakır Əbu Zeyd rahimehullah deyir ki, bu nədir? Hazırlaşmaqdır deyir bu. وَلَوْ أَرَادُوا الْخُرُوجَ لَأَعَدُّوا لَهُ عُدَّةً وَلَكِنْ كَرِهَ اللّٰهُ انْبِعَاثَهُمْ فَتَبَّتَهُمْ. Deyir ki, əgər onlar çıxmaq istəsəydilər, Allah üçün çıxmaq istəsəydilər, çıxardılar. وَلَكِنْ كَرِهَ اللّٰهُ انْبِعَاثَهُمْ. Allah onların çıxmağını istəmədi. Bax, diqqət elə enbi'as sözünə. Nə oldu? Şeyx Ziya. İnbi'as. Nədir inbi'as? İnbi'as odur ki, Allahın qulu bir əməldə görmək istəməməsidir. Və diqqət elə. Allahın qulu bir əməl üzərində görmək istəməməsidir. Bundan qorx. Vələkin kərihallah inbi'asəhum. Allah onların müvəffəq olmağını istəmədi. Fətəbbatəhum, onları saxladı. Amma qarşıda Allah zülm etməz. Qarşıda nədir? Vələv aradul xuruc. Əgər onlar çıxmaq istəsəydilər, lə'uddu ləhu uddə. Mütləq hazırlıq görərdilər. Və hazırlıq görmədi. Yəni insan həmişə özünü cəhənnəmə atan.
Fəmən ə'ta və ittaqa və saddaqa bil husnə fəsənuyyəsirhu lil yusra. Əgər kim Allahdan qorxub, malını Allah yolunda verərsə, Allahdan qorxarsa və deyir, cənnətə doğrulayarsa biz onu asan oluna müyəssər edərək. Yəni, cənnətin yolunu onu asanlaşdırarıq. Və əmmə mən bəxilə və istəğnə və kəzzəbə bil husnə fəsənuyyəsirhu lil usra. Amma kim bir paxıllıq, həsislik edib, malını qısarsa, Allahdan qorxmazsa və cənnəti doğrulamazsa və yaxud da la ilahe illallahı doğrulamazsa, biz ona cəhənnəmin yolunu asanlaşdırarıq. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, "İ'məlu kullun muyassarun limə xuluqa ləh." Siz əməl edin. Kim hara üçün yaradılıbsa, o əməllər ona asanlaşacaq. Dedilər ki, nə üçün əməl edək ki, artıq bilinir kim cənnətə gedək, kim cəhənnəmə. Biz əməl edin. Kimə cənnət əməlləri asanlaşıbsa, elhamdülillah, xeyirdir onun üçün. Kimə cəhənnəm əməlləri asanlaşıbsa, Allah qorusun. O özü səbəbdir, o özü səbəbdir. Allah Azze və Cəllə qulun azmağını bilir, lakin indidən bilir ki, o ixlaslıdır, o ixlaslı olduğu halda ona bəxş edir. Buna dəlil nədir, kim deyir? Bax, hətta müşrik. Hətta müşrik. Sən. Hətta müşrik İbn Qayyim rahimehullah Fəvaid kitabında deyir. Hətta müşrik ixlaslı olan vaxtda Allah verir ona deyir. Bir baxdır onlar gəmiyə minəndədir. Dalğalar çevrilər, gəmi az qala aşar, onlar deyir, ixlasla Allaha dua edərlər. Deyirlər ki, ey Rəbbimiz, yalnız sən qutara bilərsən bizi buradan. Deyir, Allah onları deyir, o ixlaslı duaya görə sahilə çıxarar. Lakin sahilə çıxandan sonra yenə Allah və izahum yüşrikun. Deyir, onlar yenə Allaha şərik qoşarlar. Allahu akbar. Bax, yəni ixlasın səmərəsinə hətta Allah Azze və Cəllə bilir məəlinə hara gedəcək, necə olacaq. Amma yenə o ixlas olduğu üçün, o doğru yol olduğu üçün Allah Teala bəxş edir. Ona görə Allahdan əzimət istəmək lazım. Yəni əmələ həvəs göstərmək, tənbəlliyi tərk etmək. Yəni tənbəllikdən uzaq durmaq, durub əməl etmək istəmək. Misal üçün bax, bizə bəzən təəccüblü gəlir. Bismillah. Ki, necə olub İmam Əhməd gün ərzində 300 rəkət namaz qılıb. Biz vallahi yetişmişik elə bir insana ki, biz oxuduğumuz vaxt, Ahmet müəllim daha yaxşı bilir, deməli bir dayı var idi orada. Gün ərzində 150-200 rükət namaz qılırdı o kişi. Özü də müəzzin idi. Oğulları onun namazından, ibadətindən danışır. Bizim üçün bəlkə deyirlər, subhanallah, bu qədimdə o vaxt belə şeylər. Yəsəvə deyir ki, sübhdən gəlirdi duhadan. Düz zöhrə qədər namaz qılırdı, 2 rükət, 2 rükət. Deyir, sonra dedi ki, biz yatıb dincələcək, yəni nəsə olacaq. Gedirdi zöhrə, təzdən gəlirdi, əsrə kimi namaz qılırdı, deyir. Sonra əsrdən qayıdırdı. Yəni həmin vaxt namaz qılma olmaz. Sonra deyir, məğrib işə arası məsciddə deyir, namaz qılırdı, evdə namaz qılırdı. 150 rəkət bir dəfə saymışıq deyir. Təxminən 150-200 rükət namaz qılır gün ərzində. Hələ insanlar var. İnsan hazırlaşanda, insan Allahdan əzimə istəyən, Allah da asanlaşdırır. Görürsən ki, çətin ibadətlər ona asan gəlir. Nə qədər insanlar olub, yetişmişik. Biz özümüz də yaxınlarımızdan, anamızdan, atamızdan, bacımızdan, xalamızdan, birimizdən, qardaşımızdan görmüşük ki, nə qədər çətindir mənim üçün. Amma Allahdan yardım istəyib, Allah da asanlaşdırıb onu. Ya subhanallah, ümrə etmək, həcc etmək, necə insanlar, yəni xəstə, qoca, zəif, deyib ki, mən heç vaxt edə bilməzdim, deyir. Allah subhanallah, bəzən biz özümüz, misal üçün, cavanlar danışır, şikayət ki, çətindir bu əməl. Amma baxırsan, qoca bir insan, 80 yaşı var, gedir, gəlir, Allah subhanallah asanlaşdırır. Bu da hissdir. Allah Azze və Cəllənin insanı asanlaşdırır. Ona görə həmişə Allahdan asanlıq istəmək, hər bir işdə. Hər bir işdə Allahdan asanlıq istəmək. Dedi ki, vəl-əzimət alə rüşd, rüşd yəni doğru yoldur. Yəni, necə ki, Allah Azze və Cəllə deyir ki, سأصرف عن آياتي الذين يتكبرون في الأرض بغير الحق وإن يروا كل آية لا يؤمنوا بها وإن يروا سبيل الغي يتخذوه وإن يروا سبيل الرشد لا يتخذوه سبيلا. Əgər deyir o, yəni qısa deyirəm, əgər deyir o rüşd yolunu görsə, yəni doğru yolu görsə heç vaxt yola yönəlməz, istəməz. Nəyə görə? Çünki onun qəlbində təkəbbür var. Biz təkəbbürlü olanlardan ayətlərimizi çevirmişik. Və alimlər deyir ki, kimdə qəlb xəstəliyi var, Allah Azze və Cəllə onu müvəffəq eləməyəcək. Bir nə qədər müvəffəq olmaq istənsə deyir, qəlbində olan çirkabı çıxar, müsəlmanlara qarşı kin, küdurət, müsəlman qardaşı olan kini, küdurəti çıxartmaq lazımdır. Qəlbi təmizləmək lazımdır. Ona görə bax, sonra nə deyir?
ki əsəlükə mucibət rəhmətik. Yəni qısa eləyəcəm, vallahi bunlar çoxdur. Faydalar burada həqiqətən çoxdur. Çox qısa eləyəcəm ki, hətta sizi yormayım. Deyir ki, Allahümmə inni əsəlükə mucibət rəhmətik. Sənin rəhmətini vacib edən şeyləri səndən istəyirəm. Allahu akbar. Yəni duaya baxın. Yəni elə əməllərə məhvəq et ki məni. Elə bir işlərə məni məhvəq et ki, sənin rəhmətin mənə vacib olsun. Allahu akbar. Və sonra deyir ki, və əzaimə məğfirətik. Deyir ki, sənin məğfirətini gərəkdirən, bağışlanmağını gərəkdirən işlərə məni məhvəq et. Və sonra deyir ki, və əsəlükə şükra ni'mətik. Və sənə şükür etməyi mənə, nimətinə şükür etməyi mənə məhvəq elə. Təbii ki, bilirsiniz, şükür böyük ibadətdir. Bəzi alimlər deyir ki, dinin yarısı şükürdür, yarısı da səbirdir. Ona görə şeytan insanlara şükür etməyi istəmir ki, şükür etsin. Onun insan daima dilini şükrə vərd çalmalıdır. İbn Qayyim rahimehullah deyir ki, əgər istəsən ki, Allah sənə olan nemətini artırsın, fəhmədillah. Allah həmd et. Elhamdülillah, elhamdülillah. Şükür Allah, elhamdülillah. Siz Allah'a şükür et. Əgər istəsən Allah sənin dərəcələrini qaldırsın, fəstəğfirillah. Deyir ki, Allah'a istiğfar et. Allah'ın bağışla, estağfirullah, estağfirullah, estağfirullah. İnsan nə qədər günahları təmizlənirsə, o qədər qəlbi də təmizlənir. Ona görə insan ucalır, Allah qatında ucalır. Və sonra deyir ki, və husnə ibadətik. Allah mənə gözəl ibadət etməyi nəsib et. Yəni, gözəl ibadət, çox insanlar elə bilər ki, gözəl ibadət edir. Amma gözəl ibadət elmlə olur. İnsan elmlə bilir ki, necə ibadət etmək lazımdır. Allaha necə qul olmaq lazımdır. İbadət tək namaz, zəkat, oruc, həc deyil. Ola bilərsən, yolda gedirsən, amma Allaha ibadət edirsən. Ola bilərsən, kiməsə baxırsan və Allaha ibadət edirsən. Yəni, misal üçün, sən kiməsə baxarsan, fikirləşərsən ki, bu məndən xeyirli quldur, bu sənin ibadətindir. Özü böyük ibadətdir. Sən ola bilər ki, ailənizdə bir problem yaşanar. Tez özündə problemi yarat. Deyəsən, bu, vallahi mənim günahıma görədir. Bax, Yunus əleyhissalam onu balıq udanda qövmündən qaçmışdı. Amma nə dedi? İnni kuntu minəz zalimin. Mən zalimlardan olmuşam, ey Rəbbim. Demədi, qövmüm mənə belə elədi, qövmüm elə elədi, qövmüm qəbul etmədi, filan etmədi. İnni kuntu minəz zalimin. Mənəm o zalimlardan olan. Peyğəmbər idi halbuki. Günahsız adam idi o. Günahsız insan idi. Aleyhissalatu vesselam. Amma inni kuntu minəz zalimin. Yəni, bunun özü, insan iki qardaş, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, iki Allah üçün birbirini sevən qardaşın aralarında o münasibətin pozulmasına səbəb ikisindən birinin etdiyi günahdır. Yəni, tutaq ki, bir qardaşla aran soyuyub, yəni özündə günahı gör, onda günahı görmə. Sən özündə günahı görmürsənsə, bu ən böyük bədbəxtçilikdir. O demək ki, o budiyyəni başa düşməyib insan. Necə ola bilər ki, onda günah axtara bilərsən? İnsanlarda günah axtarmaq ən böyük günahlardandır. Yəni, sən özü elə üstün görürsən ki, insan özünü o qədər üstün görür ki, yəni qarşıdakında günah axtarır. Allah subhanahu və la təcəssəsu və la yəğtəb ba'dukum ba'da. Cəsusluq etməyin, bir-birinizin evlərini arayıb axtarmayın. Bunlar hamısı fitnələrin səbəbləridir. Görürsən, iki sələfi insan gözə danışmır, küsülüdür. Bir-birini dindirmir. Nəyə görə? Soruşsan bidətçi deyir, xeyr. Bidətçi desə fitnədir də bu, sənin aranda. Ancaq hətta bidətçi ilə belə aramızda böyük fitnələr salıblar. Necə? Hər bidətçidən salam kəsilərmi? Ümməti dindirmə onda. Ümməti danışdırma onda. Kafirə salam ver, kafirlə yaxşı ol, kafiri qucaqlanma, bidətçiyə nə barədə salam verərsən. O bidətçi ilə salam kəsilir ki, o bidətçinin şəri var. Sən ona salam versən, şər toxunacaq, azdıracaq, kimisə insanlara zərər etdirəcək, bidətini yayacaq, obisini eləyəcək. Bu bidətçi ilə bəli salam kəsir. Yoxsa bidətçilərə, yəni Yahudidən pis baxırıq, Xristiyandan pis baxırıq. Mənhəci salır, batil mənhəci. Bəs kim dəvət edəcək? Kim əxlaq göstərəcək onlara? Ona görə müsəlman əsl olan ki, əxlaqlı olmalıdır. İstir bidətçi olsun, istir kafir olsun, kim olur olsun. Hətta münafiqə görə belə. Peyğəmbər sallallahu aleyhi ve sellem, baxın Kəb ibn Məlikin uzun hədisində. Bilirsiniz, nə qədər insanlar cihada çıxmamışdı. Və onların içində münafiqlər var idi. Kəb ibn Məlik deyir ki, onlar gəlib Allah Resulü sallallahu aleyhi ve sellemdən hamısı üzr xahlıq da, ya Resulullah filan şey oldu, çıxa bilmədim, filan şey oldu, çıxa bilmədim. Deyir, hamısından bir-bir üzrləri qəbul edirdi. Onlar üçün kimlər var idi? Münafiqlər. Allah Resulü bilirdi. Amma hamısı üzrün qəbul edib, Allah Resulü əxlaqı idi.
Ona görə yəni, müsəlman əsl olmalıdır ki, mülayim olmalıdır, xoş xasiyyət olmalıdır hamıya qarşı. Amma bəli, əgər bir bidətçi varsa, o bidətçi hansı ki insanlara zərər yetirəcək, biz ona salam verməyimizlə onu, yəni belə deyək, ona xoş münasibət göstərməyimizlə bəli, elə insana qarşı heç salam da verilmir. Hətta Kəb ibn Məlikin qıssəsi yenə ona dəlildir. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm Kəb ibn Məlikdən salamı kəsmişdi. Və hətta Kəb radiyallahu anh deyir ki, mən insanların yanına gəlirdim. Orada 3 dənə sahabi var idi. Hansı ki, ayə onlar 3-dən nazir. Kim idi adlar? Kim deyər? Bilal idi deyəsən. Əhsən. Bilal. Yox. Bilal deyil. Mən elə bildim. Yox. Mən elə bildim sən Hilal deyirsən, ona görə əhsən dedim. Biri adı Hilal idi. Hilal İbni Hilal Əl-Vaqifə radiyallahu anhu. Hilal İbni Umeyyə Əl-Vaqifə. O birisi kim idi? Murura İbn Rabi Əl-Amari. Əl-Amari. Yəni bu 3 dənə sahabe idi. O ikisi oturub evdə ağlayırdılar. Yəni 50 gün ağlayırlar onlar. 50 gün, hər gün evlərində ağlayırlar. Zövcələri deyir ki, bunlar hər gün evdə ağlayır ki, Allah bizi bağışlasın. Nə var cihada çıxmamışdı. Yəni onu qiyas ilə bugünkü dəvətə. Yəni dəvət etməmişəm Allah yoluna. Allahın yoluna dəvət edənlərdən deyiləm. 50 gün oturub ağlayır. Təsəvvür et. Çünki o əvvəlki cihad indiki dəvətdir yəni. Dəvət edirsənsə cihad əhlisən. Dəvət etmirsənsə çünki indi dəvət cihad dəqiqətən. Sonra o birisi kim idi? Hilal ibn Umeyyə. O birisi də Kəb ibn Məlik. Hətta 40 gün qalırlar. 40-cı gün Peyğəmbər sallallahu əleyhi və səlləm adam göndərdi onlara, deyir ki, deyin ki, zövcələrinizə yaxın durmayın. Allah akbar. Deyir ki, o Allah Rasulunun Rasuluna deyir ki, mən zövcəmi boşuyum, yoxsa müvəqqəti yaxın durmayım. Deyir, xeyr, müvəqqəti yaxın durmayım. Deyir ki, ilhaq bi əhlik. Deyir, ged atavın evinə. Bax, necə Allah Rasulü sallallahu əleyhi və səlləm itaət var idi. Necə itaət edirdilər. Deyir, qadınına yaxın durma. Durmur qadına yaxın. Allah Rasulü belə deyir. Deyir, 50-ci gün sübh namazını qılmışdıq. Deyir, vallahi deyir, nəfsim o qədər daralmışdı. Deyir, o boyda yer genişliyinə mənə dar gəlirdi. Bir uzaqdan bir nəfər çağırdı ki, sevin ey Kəb, sevin. Yəni sənin haqqında ayətlər nazil olur. Bax, həmin qissədə Peyğəmbər sallallahu əleyhi və səlləm Kəb radiyallahu anh deyir, mən sübh namazına gəlirdim, namazlara gəlirdim, o birisi ikisi gəlmirdilər amma. O oturub evdə ağlayırdılar. Və deyir, mən Allah Resulü sallallahu aleyhi və səlləmə salam verirdim və dodaqlarına baxırdım, görüm tərpənəcək yoxsa yox. Bir tərpənmirdi, qaytarmırdı salamı. Yəni hicr var, şəriətdə var, amma qaydalarla, məsləhətlə, kim kimdən necə gəldi salam kəsmək, vallahi bu fəsaddan başqa işinə deyil. Müsəlmanlara fəsada aparmaqdan başqa şey deyil. Allahu aləm. Yaxşı, harada qalmışdıq? Deməli, deyir ki, və husnə ibadətik. Sənə gözəl ibadət etməyi bizi nəsib edir. Bu, elə bir duadır ki, bilirsiniz, hər namazdan sonra o dua var. Allahumma aynə alə zikrikə və şükrikə və husnə ibadətik. Və o qədər gözəl bir duadır ki, Allah Resulü sallallahu aleyhi və səlləm hər namazdan sonra bizə bunu əmr edib. Muazə deyir ki, ya Muaz inni lə uhibbuka fillah. Ey Muaz, mən səni çox sevirəm. Və lə tədəannə dubra kullə salatin ən təqulə. Allahumma inni əsəlükə. Allahumma aynə alə zikrikə və şükrikə və husnə ibadətik. Allah mənə səni zikr etməyə, səni şükür etməyi və sənə gözəl şəkildə ibadət etməyi nəsib elə. Bu qədər kifayətdir. Duanın axıra qədər çıxmıram. Qalsın ikinci dəfəyə, əgər icazə versəz. Çünki baxıram ki, faydalar çoxdur. Dua da böyükdür biraz. Allah Azə və Cəllə istəyirəm ki, bu duanı bizim dilimizdən salmasın. Hər dəfə bu dua ilə dua etməyə müvəffəq etsin. Və axiru da'vana enelhamdülillahi rabbil alemin. Subhanəkə Allahum hamdik. Əşhədu an la ilahe illə əntə əstəğfiruka və ətubu ileyk. Həmçinin Şeyx Amid müəllim də buradadır. Onun da bəlkə nəsihətləri olar, tövsiyələri olar. Allah bir daha olsun.